Elm, sənət xadimlərimiz var ki, gənc nəsil, yetişən nəsil onları tanımır. Televiziyada nəyi göstərmək olar, nəyi olmaz deyə bir şey var idi. Bugün onlar tamamilə yerini itirdi. Daxilinizdəki aktyor, aparıcı tamamilə təslim olubdumu? Öz istəyimlə ərizə yazdım və teatrdan ayrıldım. Zərrə qədər də peşman deyiləm. Nə yaxşıdır ki, onlardan çıxış yolu tapmağa bir gücüm, qüvvəm var. Soyadınız sizə istedadınızdan daha çox qapı açıb? Bu sənin məsuliyyətindir, bu sənin xidmətindir, bu sənin hər sözünə çəki düzən verməyindir. O günü mən nə qədər varamsa xatırlayacağam. Cənab Prezidentə simvolik pult təqdim olundu və onun o simvolik pultun düyməsini basması ilə efirdə mən göründüm. Salam hörmətli Biznes TV izləyiciləri. Bugün cümə günüdür və nə xoş ki bizə yenə daha aydın növbəti buraxılışı ilə evlərinizin qonağıyıq. Bugün də studiyamızda çox maraqlı bir sima qonağımızdır. Azərbaycan teleməkanında özünə məxsus ədəbi üslubu, intellektual səviyyəsi ilə seçilən və teleaparıcılıq sahəsində özünə məxsus imzası olan köklü nəslin nümayəndəsi dəyərli Salih Bağırov qonağımızdır. Salih bəy, studiyamıza xoş gəlmisiniz. Çox təşəkkür edirəm dəvətiniz üçün, təqdimatınız üçün, xoş qarşılanma üçün və bugün sizin tamaşaçılarınızla görüşüm üçün çox minnətdaram sizə. Çox sağ olun ki, siz də dəvətimizi qəbul etmisiniz. Salih bəy, elə sizi təqdim edərkən də dediyim kimi, sizin özünüzə məxsus bir qoruduğunuz ədəbi dil, intellektual səviyyə və özünüzə məxsus bir duruşunuz var və imzanızla da seçilirsiniz. Və bugün televiziyalarda bu qalmaqal ardınca qaçdığımız bir dönəmdə, reytinqlər xətrinə addımladığımız bir zamanda bu mədəni və klassik üslubu qorumaq nə qədər çətindir sizə? Bilirsiniz, Nigar xanım, əslində çətin olan bir şey yoxdur. Mən hesab edirəm ki, hər şey insanın özündən asılıdır. Öz davranışından, öz tərbiyəsindən, özünün atdığı addımlarından. Əslində mən kimsə olmaq üçün çalışmadım. Mən sadəcə ilk efirə çıxdığım gündən özüm olmağa çalışdım. Özüm necəyəmsə, nə görmüşəm, nə götürmüşəmsə, onun üzərində inkişaf keçərək tamaşaçının qarşısında bitkin bir aparıcı olmağı əsas hədəf götürdüm qarşımda. Və mən düşünürəm ki, buna nail oldum. Təbii ki, bu yolda mən doğru, düzgün insanlardan dərs götürməyi üstün tutdum. Bu yolda düzgün və peşəkar adamlardan məsləhət götürməyi üstün tutdum. Və bir də elə bir çevrəyə düşdüm ki, mənim başqa cür olmaq şansım yox idi. Və mən bugün Allahıma çox şükür edirəm ki, məhz belə insanların ətrafında oldum, onlardan gördüm, onlardan öyrəndim. Hər hansı bir reytinqlər üçün, hər hansı bir baxış sayının çoxalması üçün nələrəsə məcbur olunmadım. Sadəcə olaraq doğru, düzgün televiziya məktəbi budur, televiziya aparıcılığı belədir və bu yolla gedəcəksən deyə dinlədim, eşitdim və bugün gəlib əgər sizinlə bir yerdə qonaq kürsüsündə otururamsa, dəvət alıramsa, bu artıq Allahın böyük bir lütfüdür. Bilirsiniz, bizlə eyni dönəmdə nə qədər aparıcı gəldi. Zamanın çarxı elə elədi ki, onların bir qismi bugün yoxdur. Çox az sayda eyni nəslin adamları üzdə qala bildik. Və mən düşünürəm ki, burada əsas məsələ özünü, kimliyini, əsasən də mənəvi kimliyini itirməməyindir. Yəni, bunlar varsa, bunlar olacaqsa, sən mütləq tamaşaçının hörmətini qazanacaqsan. Əsas hədəfim bu oldu deyə mən düşünürəm ki, çox şükürlər olsun ki, bugün bəlli bir yerə gəlib çata bildim. Nə gözəl. Salih bəy, siz həm də aktyorluq təhsili almışsınız və Akademik Milli Dram Teatrında da çalışmışsınız. Sizi aktyorluqdan aparıcılığa gətirən səbəb nə idi? Bu yalnız öz istəyim idi. Mən sizə söyləyim, əslində mən gözümü sənətkarlar ocağında açmışam. Doğrudur, dövrün çox dəyərli sənətkarı Sadıq Salihi mən görməsəm də, o dünyasını dəyişəndən mən 5 il sonra dünyaya gəldim. Amma adımdan da gördüyünüz kimi onun adının bir hissəsi mənə verilib. Bilmirəm, dünyada belə bir şeylər var. Bəlkə o adla həm də sənətkarın ruhu mənə köçürüldü. Bəlkə də neçə nəvə içində yalnız mənim taleyimə düşdü onun yolunu davam etmək. Bütün bunlar bir mistik sual olaraq, yəni
açıqdır bəşəriyyətə. Amma mən öz təhlillərimi sizə söyləyirəm. Mənim teatra gəlişim radioda işləməyimlə paralel dövrə düşdü. Mən həmin dövrdə 2000-ci ildə Radio Anten 101 FM, sonradan rebranding olundu həmin radio. Fəaliyyətə orada başladım və ilk fəaliyyətim müsabiqə yolu ilə mən tələbə ikən gəlib radioya düşdüm və radioda işləyə-işləyə paralel universiteti bitirdim və gəldim dram teatrına. Paralel işləyirdim hər ikisində. Amma çox qəribə bir şey hiss edirdim özümdə. Məni efir daim daha çox çəkirdi. Radiodur, televiziyadır, mən daim orada olmaq istəyirdim. Mən proqramlar aparmaq istəyirdim. Mən hansısa bir yaradıcı məhsulun araya ərsəyə gəlməsində iştirakçı qüvvələrdən biri olmaq istəyirdim. Bu istəklər məni üstün gəldi görünür. Və öz istəyimlə 2003-cü ya 2004-cü il idi, səhv deyərəm tarixləri, təxminən həmin illər idi. Öz istəyimlə ərizə yazdım və teatrdan ayrıldım. Hətta o dövrdə mən bu ərizəni dövrümüzün böyük sənətkarlarından biri Əli Abbas Qədirov teatrının direktoru idi. Ona təqdim edəndə o mənə gənc bir oğlana belə bir sual verdi ki, sən bilirsən sən hansı məbəddən ayrılırsan, sən əminsən ki, buradan getmək istəyirsən. İnsanlar bura düşmək üçün illəri gözləyir, can atır və mən tam əminliklə dedim ki, bəli, mən çıxıb gedirəm. Və siz düşünün, bugün mən onu fikirləşəndə öz-özümə deyirəm ki, balaca bir oğlandakı cürətə bax, ərizə yaz, cəsarət tələb eləyir bu. Get, onu direktorun qarşısına qoy ki, xahiş edirəm, imzalayayım, mən buradan çıxıb gedirəm filan. Bəlkə də müəyyən bir təcrübə gələndən sonra sən onu etməzsən. Amma gənc və çılğın dövründə adam hər şeyə addım atır. Və bu addımı atdım, siz inanın ki, zərrə qədər də peşman deyiləm. Çünki televiziya məni elə ağuşuna aldı, elə məni sevdi, elə bəslədi. Təbii ki, bu sevgini mən də ona verdim. Görünür, bu qarşılıqlı oldu deyə bizdə bu bərabərlik alındı. Günü bugünə qədər davam edir fəaliyyətim. Yəni bu cür teatrdan belə ayrıldım. Amma indi də teatral adamam, gedirəm, tamaşalara baxıram, xeyli zövq alıram. Aktyorlarla gözəl münasibətlərimiz var. Amma televiziyada mən özümü daha çox tapdım və hər gün buna görə şükür edirəm Allaha. Nə xoş sizə ki, həm sevdiyiniz işi tapa bilmisiniz, həm o mühit sizin ürəyinizcə olub və bugünkü Salih Bağırovun formalaşmasında o dediyiniz o mühit, sevdiyiniz iş əslində sizə çox böyük dəstək olub. Əslində sualıma müəyyən məndə cavab verdiniz, amma yəni bir daha dəqiqləşdirmək istəyirəm ki, o daxilinizdəki aktyor, aparıcı tamamilə təslim olubdumu, yoxsa sizi gələcəkdə hansısa tamaşada, kinoda görə bilərik? Bilirsiniz, maraqlı məsələyə toxunursunuz. Əslində gözəl bir söz var da, heç vaxt demə heç vaxt. Yəni, nədənsə biz qaçırıq və nəyisə özümüzə qadağa qoyuruqsa, mütləq onu yaşayırıq. Çox qəribədir. Ona görə mən durum indi sizə dəqiq deyim ki, heç vaxt məni səhnədə görə bilməzsiniz. Əslində, mənim işimin böyük faizi həm də səhnə ilə bağlıdır. Mən çox sayda tədbirlər aparıram, mən dövlət tədbirlərindəyəm, elimizin gözəl toy məclislərindəyəm, müəyyən ziyalıların yaradıcılıq gecələrindəyəm, konsertlərdəyəm. Yəni, bugün də səhnəyə çıxıram. Sadəcə aktyor kimi yox, aparıcı kimi çıxıram səhnəyə. Amma nə zamansa maraqlı bir təklif gələrsə, uzun illər sürməmək şərti ilə bircə dəfə bir eksperimentdə iştirak edə bilərəm. Amma sizə deyim, onun üçün də yanğım yoxdur ya içimdə. Maraqlı bir layihə olarsa, məsələn, bir dönəm belə bir layihə oldu, amma baş tutmadı. Məsələn, çox bizim dəyərli teatr xadimimiz Əli Qismət Lalayevin belə bir təcrübəsi, belə bir layihəsi oldu ki, çox üzdə olan məşhur aparıcıları toplasın və onların iştirakı ilə maraqlı bir tamaşa, gözəl bir layihə idi əslində. Amma bilirsiniz, bu hamınınki çəkiliş qrafiki fərqlidir, hamınınki işi, tədbiri filan, biz bir araya gələ bilmədik və bu layihə belə də qaldı qapalı. Nə vaxtsa necəsə bir şey olarsa, əlbəttə ki, iştirak eləyərəm. Amma günü bugün çox razıyam öz işimdən. İnsan işini sevməlidir, mütləq sevməlidir. Televiziya çox çətin bir sahədir. Sən onu sevəcəksənsə, onun çətinliklərində dözəcəksənsə, o məşəqqətlərdən keçməyə hazırsansa,
O zaman televiziya sənə bir mükafat verəcək, səni sevdirəcək tamaşaçıya, o səni qəbul eləyəcək. Yox, sən sadəcə belə barmaq arası, dırnaq arası yanaşacaqsansa, olmayacaq bu iş, alınmayacaq. Çox haqlısınız. Salih bəy, əslində özünüz də qeyd elədiniz ki, siz çox böyük tədbirlərin, protokolların və s. böyük aparıcılığını həyata keçirirsiniz. Bu məqamlarda hansı kritik, daha doğrusu bu gedişatda, bu prosesdə hansı kritik məqamlarla rastlaşmısınız ki, onu siz izləyənlər hiss eləməyib, amma siz o vəziyyətdən çıxmısınız? Çox olub, çox olub. İndi mən sizə konkret hansısa bir nümunəni gətirməyə biraz əziyyət çəkəcəm. O anında yada düşür də. Amma çox olub, inanırsınız, hansısa bir məqamı biraz gecikdirmək lazım olub, hansısa bir situasiyada, tutaq ki, iştirakçı çıxa bilmir səhnəyə, sən onu elə təqdim eləməlisən ki, sanki hər şey bu cür davam edir. Çox olub belə hadisələr və nə yaxşıdır ki, onlardan çıxış yolu tapmağa bir gücüm, qüvvəm var. Bilirsiniz, burada yox, heç vaxt. Bax, əsas odur. Hətta olub ayağım büdrüyüb, biraz belə sanki yıxılmış kimi olmuşam, onu da oynamışam. Bax, burada o aktyorluq bacarığım gəlib mənim hardasa köməyimə. Olub belə hadisələr. Ümumiyyətlə, səhnənin ləzzəti də odur da, onun gözəlliyi də odur. Valla, gözlənilməz vəziyyətdə sən oradan çıxış yolunu necə tapacaqsan, çıxa biləcəksənmi? Burada adamın söz ehtiyatı çox köməyə gəlir. Sən dəqiqələri təsəvvür edin, uzatmalısansa, sən buna hazır olmalısan. Sən nə qədər məlumatlı olmalısan, dünya görüşlü olmalısan. Xüsusilə canlı efir. Xüsusilə canlı yayımlarda, xüsusilə sən 2-3 min tamaşaçının qarşısına çıxmısansa, məsəl üçün zalda sən onlarla tək üzbə surətsənsə, sən o qədər hazırlıqlı olmalısan. Mən ona görə hər zaman deyirəm ki, televiziya işinə, əşinə var, çıxırlar, iş aparırlar, gedirlər deyə yanaşanlar çox kökündən yanlış bir fikrə yol verirlər. Çox böyük məsuliyyət. Çox böyük bir məsuliyyətdir. İnsanın canından can gedirsən, bir efiri verib başa çıxana qədər. Yəni buna görə əziz tamaşaçılar, xahiş edirəm, bizi sevin. Salih bəy, siz həm televiziya sahəsində idarə etmədə də çalışmısınız. Hər iki halı müqayisə edəndə, yəni həm kamera önündə, həm kamera arxasında hansı daha çətindir? İkisi də eyni məsuliyyət tələb edir. İnanın, ikisi də eyni məsuliyyət tələb edir. Kadrın arxasında bir, deyək ki, layihənin başa gəlməsində, onun redaktorlarla, heyətlə bərabər əziyyət çəkən tərəfi də zəhmət istəyir. Efirdə olan tərəfi də zəhmət istəyir. Amma mən hesab edirəm ki, bəlkə də bu kamera önündə daim olduğundan irəli gəlir. Bir balaca əgər bir mərtəbə ilə müqayisə eləsək, kamera önündə olmaq daha məsuliyyətlidir. Çünki burada artıq sən böyük bir heyətin, komandanın işini təqdim edən adamsan. Sənin bir yanlışın hamının zəhmətini yerə vura bilər, sənin bir naxışın hamıya hörmət gətirə bilər. O baxımdan mən bir balaca, əgər biz mərtəbə ilə götürsək, bir pillə kamera önündə olmaq məsuliyyətini daha önə çəkirəm. Siz mediadakı fəaliyyətinizə görə tərəqqi medalına da layiq görülmüşsünüz. İnşallah daha böyük mükafatlarınız olsun. Çox sağ olun, sizdən bahəm. Bu medal, bu mükafat sizə hansı əlavə məsuliyyətləri gətirdi? Əlbəttə, çox böyük məsuliyyət gətirdi. Əvvəla mən sizə deyim ki, mən gözləmirdim, xəbərim də yox idi. O medala təltif olunmağım ötən ilin iyul ayında bizim milli mətbuatımızın 150 illiyi münasibəti ilə təltif edildim. Və mənə o qədər xoş idi bu. Mən gözlənilmədən birdən mənə zənglər gəldi. İlk bacım zəngilədi, təbrik elədi ki, xəbərim var. Dedim, vallahi heç nədən xəbərim yoxdur. Və ard-arda gördüm, dayanmadan təbriklər gəlir. Bunlar çox xoşbəxt edir insanı və əlbəttə ki, böyük məsuliyyət qoyur. Sən dövlətin hər hansı bir mükafatına layiq görülmüsən və prezidentin imzası ilə. Bilirsinizmi, o vəsiqə bugün də məndədir. Hər dəfə mən baxıram o vəsiqəyə və deyirəm ki, bütün addımlarında çox diqqətli ol. Hər addımında sən artıq dövlətin bir tərtib etdiyi adamsan, nümayəndəsən. Şərəfdir, çox böyük şöhrətdir və bir daha sizin vasitənizlə sonsuz təşəkkürümü bildirirəm dövlətimizə, dövlət başçımıza, bu böyük mükafata layiq gördüyü üçün. Bu medalı daşımaq ona layiq olmağındır. Sadəcə aldım və medal olaraq üzərimdə olsun deyil. Bu sənin məsuliyyətindir, bu sənin xidmətindir, bu sənin hər sözünə çəki düzən verməyindir, bu sənin dövlətini doğru düzgün tərənnüm eləməyindir. Və nə gözəldir ki, belə bir medalı mənə layiq verə bilər. Çox xoşbəxtəm.
Uzun illərdir televiziyadasınız. Bəli. Nələr dəyişib və nə dəyişməlidir? Nələr kaş ki dəyişməzdi? Çox gözəl bir sualdır. Siz elə suallar verirsiniz ki, mən bir-iki cümlə ilə kifayətlənə bilmirəm. Buyurun, xoşdur. Gərək bir qədər belə uzun və geniş danışım. 21 ildir mən televiziyadayam və üstəgəl 4 il radio, 26 il mənim sərasər, davamlı radio və televiziya fəaliyyətim var. Çox şey dəyişdi bu illər içində. Böyük bir müddət deyil belə baxanda 26 il. Düzdür, yeni bir nəsil formalaşıb. Bəzən bugün mənə yaxınlaşırlar ki, siz efirdə başlayanda mən uşaq idim. Baxıram ki, yekə adamlardır da. İndi baxıram 26 il bu bir müddətdir. Əlbəttə. Bir gənclik yetişib artıq bu dövrdə. Və dünya ki o qədər sürətlə dəyişir, bu dəyişikliklər televiziyada sirayət eləyir, bir mənalı. Və bugün biz xoşa gələn və xoşa gəlməyən bir tendensiyalara da rast gəlirik efirlərimizdə, ekranlarımızda. İndi oturub onları bircə-bircə incələmək bu ayrıca bir söhbətin mövzusudur. Amma müəyyən dəyərlərimiz dəyişdi. Kaş ki onlar dəyişməzdi. Misal üçün. Televiziyada nəyi göstərmək olar, nəyi olmaz deyə bir şey var idi. Bugün onlar tamamilə yerini itirdi və bugün lazım olmayan bir məsələlər gəldi ekrana və tamaşaçılara bu əsas bir prioritetlər kimi təqdim olunmağa başladı. Norma kimi. Çox əfsus. Bugün məsələn elə bir şeylər var ki, onlar haqqında danışılmalıdır, deyilməlidir. Bu bizim dəyərimizdir, sərvətimizdir, milli mənsubiyyətimizdir, milli təfəkkür tərzimizdir. Bunlar sanki çəkildi ön yox, geri plana. Halbuki bu barədə danışmaq lazımdır, ayıltmaq lazımdır. Bugün elə təbliğat məsələləri var ki, məsələn bizim müqtədir və böyük elm, sənət xadimlərimiz var ki, gənc nəsil, yetişən nəsil onları tanımır, onların adını bilmirlər. Bax, buna xidmət etməlidir televiziya. Mən heç kimi günahlandırmıram. Burada dövrün də təsiri var, burada tələblər də dəyişdi, burada zamanın da bir diktəsi var. Tamam, bütün bunlar aydındır, amma televiziyanın müqəddəs bir borcu var, müqəddəs bir yolu var. O yoldan bizi heç bir şey kənarlaşdırmamalıdır. Doğrudur. Bilirsinizmi? Və mən bugün hamını səsləyirəm həmin yolla getməyə. Doğrudur, müəyyən bir bugün televiziyalara dövlət səviyyəsində əl gəzdirilir, müəyyən bir o çatışmayan tərəflərimiz çalışırlar ki, düzəltsinlər. Nə gözəl, bunların da xoş təsirini görürük. Amma yaxşı olar ki, bütün bunların yerinə indi daha uğurlu kontentlər gəlsin. Daha tamaşaçılara, gəncliyə, yetişən nəslə doğru, düzgün nümunələr gəlsin. Mən hesab edirəm ki, o da olacaq. Sadəcə zaman lazımdır. Biz bir qədər indi keçid dövrünü yaşayırıq. Biraz zaman lazımdır ki, televiziyalarımızda o səliqə-səhman əvvəlki illərdə olduğu kimi bərpa olunsun. Mən düşünürəm ki, o da olacaq. Səlih bəy, biz ekranda sizi ölçülü, biçili, dediyim kimi bir özünə məxsus qaydaları olan bir sim olaraq görürük. Bəs ailədə, dostlarının yanında Səlih Bağırov necə biridir? Mən sizə deyim, elə həyatda da ölçülü, biçili bir adamam. Yəni mən elə olmasam efirdə də ola bilmərəm elə. Amma təbii ki, mənim də bir sərbəst özümü hiss eləyəcəyim bir mühit var da. Dostlar var ki, məsələn, mən onların arasında efirdə heç vaxt özümə icazə vermədiyim bir hərəkətləri edə bilərəm. Yəni bir ürəkdən gülə bilərəm, nə isə bir bərkdən danışa bilərəm, hansısa bir başqa bir söz deyə bilərəm, jest edə bilərəm. Bu təbiidir, bu normaldır. Yəni biz insanıq. Amma ailədə də, evdə də, ümumilikdə götürəndə elə demək olar ki, gördüyünüz kimi bir insanam. Ümumiyyətlə mən bilirsiz nəyi sevmirəm? Mən hər zaman efirdə, ekranda olan insanlara da bunu deyirəm. Sən həyatda necəsənsə, efirdə də elə ol. O zaman tamaşaçı çox həssasdır. O qədər gözəl hiss edirlər hamını. Bilirsiniz, onlar gözəl bilir ki, mən indi nə qədər səmimiyəm onlarla, yoxsa yox. Necə sizlə danışıram, necə sizlə emosiyalarım var, həyatda da eyniyəm. Yəni bir başqa fərqim yoxdur. Azərbaycanda köklü sənətkar nəslinin, Bağırovlar nəslinin nümayəndəsiniz. Bu sizin səs tonunuz, bu bacarığınız genetik mirasdır, yoxsa bu soyadın sizə ötürdüyü o belə deyək də məsuliyyət və bundan irəli gələn peşəkarlıqdır? Bilirsiniz, ümumiyyətlə bizim nəyimiz varsa, bu Allahın bizə verdiyi bir lütfdür. Yəni vücudumuzdan, ağlımızdan, hər bir nüvəmizdən, hüceyrəmizdən tutmuş hər bir şeyə qədər. Təbii ki, burada mən bunu heç vaxt kənara çəkə bilmərəm. Genetik faktorun böyük bir rolu var.
Yəni gen ümumiyyətlə bilirsiniz də bu çox böyük bir elmdir genetika və onun böyük bir faktı var. Amma burada üstəgəl həm də zəhmətim var mənim. Mən çox çalışqan, çox zəhmət çəkən bir insan olmuşam, bu gün də beləyəm. Üzərimdə daim işləməyi mən sevirəm. O səs tonu ki deyirsiniz, mənim səhnə danışığı fənnim Azad Şükürov mənim müəllimim olub. Yəni bu insanlardan mən öyrənmişəm. Genetik faktor, zəhmət bir də mütləq Allahın verdiyi bir lütf. Bu elə bir şeydir ki, məsələn, siz inanırsınız, mən hara gedirəm, harda oluram, məsələn, üzümü hələ görmürlər də, söhbət edirəm. Həmən səsimə reaksiya verirlər ki, bu Salih Bağırovdur. Yəni, bu səs Allahın verdiyi bir lütfdür. Tamam, artıq onu mən necə inkişaf elətdirəcəm, onu mən necə təqdim eləyəcəm, bu mənim zəhmətimdir və genetik faktor təbii ki. Çünki mən eşitdiyim və lentlərini dinlədiyim qədər mənim babamın çox gözəl bir səsi olub. Siz düşünün, o dövrlərdə radiolarda, dublajlarda, şeir səsləndirmələrdə daim onu dəvət edirdilər. Hətta uzun illər gecə saat 12-də, yeni ildə əqrəb üstə gələndə onu mütləq mənim babam elan edilmiş radiodan ki, yoldaşlar, əqrəb üstə gəldi, təzə iliniz mübarək. Yəni bu səs, bu ton olmasaydı, o bunları etməzdi, dəvət olunmazdı. Görünür, nə isə bir miras var da mənə. Yəni bunu necə inkar edəyəsən? Bugün aparıcıların çoxu blogerliyidir. Bəli. Və siz buna necə baxırsınız və özünüz nə vaxtsa bu fikir düşmüsünüz? Çox yaxşı baxıram, yəni çox normal baxıram. Dövrün və zamanın bu dəqiqə diktəsi budur. Amma mən özüm bunu etmirəm və heç vaxt bu fikrə düşməmişəm. Hətta mənə söyləyirlər ki, sən elə bir mühitdə, elə bir yerlərdəsən ki, bunu çox rahat və asan eləyə bilərsən də. Yəni, başqalarının görmədiyi və olmadığı bir şeyləri sən görürsən, amma marağım yoxdur buna. Siz inanırsınız, mən özüm, məsələn, baxsaz səhifələrimdə, sosial media hesablarımda paylaşımlarımı belə gündə etmirəm, ara sıra edirəm və bunu özümdə hiss eləmirəm. Yəni, o insanlar ki, bunu özündə hiss edir və edir, nə gözəl. Çox yaxşı, uğurlu alınırsa əla. Mən bunu bir o qədər belə hiss etmirəm özümdə və etmirəm. İctimai televiziya yarandığı gündən siz ictimai televiziyada çalışırsınız. Hətta deyə bilərəm ki, bir yerdə böyümüsünüz. Və bugün Salih Bağırovun gözü ilə ictimai televiziya Azərbaycan televiziya məkanına hansı vizual, mədəni inqilabı gətirib və hansı məqamlar dedirdir ki, nə yaxşı ictimai televiziya var? İctimai televiziya yarandığı gündən mən oradayam, oranın ilk aparıcısıyam. Və sizə deyim ki, bugün artıq hamının hazır, rahat gördüyü televiziyanın mən daşının daş üstə qoyulduğunu görmüşəm. Biz evə gəlirdik, inanırsınız, üst başımızı toz torpaq ələnirdi üzərimizdən. Onda təmir filan işləri gedirdi. Mən o anlardan oradayam. İctimai televiziya ümumiyyətlə bir millətin, bir dövlətin yayımçılığı üçün çox vacib bir orqandır. Çox vacib bir yayım media orqanıdır. Və nə yaxşı ki, Azərbaycanda ictimai televiziya sıradan olan bir telekanala çevrilmədi. 21 yaşı var da bu televiziyanın, o gəncdir. Amma o söz sahibinə çevrildə bildi. O dəyərlərimizi ekrana gətirdi. İctimai televiziyanın lap yarandığı zamandan ən böyük xidmətlərindən biri bilirsiniz nə oldu? O öz kadrlarını yetişdirdi. O hazır hansısa bir peşəkar kadrları toplayıb onların üzərində başlamadı fəaliyyətinə. Çox çətin idi o dönəm. Çünki hamı gənc idi, hələ işi bilməyən insanlar idi, amma onlara meydan verildi, içi mən qarışıq. Və biz bu meydanda addımladıq, irəlilədik. O dövrlərdə bizim ilk baş direktorumuz İsmail Ömərov bu meydanı bizə verdi ki, siz gəncsiniz, istedadlısınız, göstərin özünüzü. Yəni, göstərə bilsəz, televiziya sevəcək sizi. Göstərə bilməsəz, o artıq heç kimin günahı deyil. Yəni, bu baxımdan o meydan verildi bizə. Biz bir söz sahibinə çevrildik. Biz özümüzü təsdiq etmək üçün bir meydan idi bizə. Ölkəmizin, dövlətimizin maraqlarına xidmət edən, dəyərlərimizi ekranlara gətirən layihələr gəldi. Telekörpülər yaratdıq türk dilli ölkələrlə, hansı ki, mən onların böyük qisminin aparıcısıydım. Bilirsiniz, bu nə böyük bir layihə idi dövrü üçün. Yəni, ortaq türk dilinin, ortaq türk təfəkkürünün yaranmasında bu telekörpülərin böyük bir xidməti rolu oldu. Sonra dövr dəyişdi, artıq bir qədər o rəqəmsal dünyaya biz gəldik, texnologiya üstünlük təşkil elədi və bugün televiziya baş direktorumuz Balakişi Qasımov o dəyərləri
bugünkü müasir dünyaya çox uğurla sintez elədi. Və siz baxın, bugün ictimai televiziya həm olduqca müasirdir, çox lisenziyalı layihələri alırıq, onlara imza atırıq, çox yaxşı kadr potensialımız var, eyni zamanda dəyərlərimizi qoruyuruq. Muğama, aşıq sənətinə, söz sənətinə, poeziya yenə də geniş meydan verilir ictimai televiziyada. Çox gözəldir ki, dövrlərin kəsişməsini telekanal uğurla öz təcrübəsində aparır və bu gün də insanlardan çox uğurlu geri dönüşlər alırıq. İctimai televiziya yayıma başladı və bu ilk yayımla da xalq sizi gördü. O anları təsvir edin bizə. O gün unudulmaz bir gündür. O günü mən nə qədər varamsa xatırlayacağam. 2005-ci il avqustun 29-u axşam saat 17. Görün nə gözəl yadımdadır. Axşam saat 17 bizim ictimai televiziyanın açılışına cənab prezident təşrif buyurdu, oxuyur, dua verdi və cənab prezidentə simvolik pult təqdim olundu. Yəni o həmin pultun düyməsini basaraq sanki bu telekanala, ictimai televiziya çox maraqlı anlar idi. Yaşıl işıq yandırdı və telekanal yayıma başladı. Və onun o simvolik pultun düyməsini basması ilə efirdə mən göründüm. Bilirsiniz, bu nə gözəl bir andır, bu tarixi bir andır. Mən və həmin dövrdə bizlə bərabər işləyən Elnurə Cavadzadə. Biz ikimiz ekrana çıxdıq. O zaman Carçı informasiya proqramı xəbərlər belə adlanırdı və ilk olaraq yayıma xəbərlərlə başladıq və bir xanım, bir bəy, ikimiz bir yerdə xəbərləri təqdim elədik. Bu ömrümüzə yazıldı. Bu mənim üçün də bir tarixdir. Və nə zaman illər keçəcək, zaman ötəcək, ictimai televiziyanın arxivi, tarixi nə zaman açılacaqsa, orada mənim adım çıxacaq ilk aparıcısı olaraq. Bu səadətdir, bu Allahın bir lütfüdür. Və yadımdadır hətta sözlərim içində belə bir söz var idi ki, Elnurə deyirdi ki, ictimai televiziya və radio yayımları şirkəti yayıma başlayır bu andan etibarən. Mən deyirdim ki, yolun açıq olsun İTR, yəni İTR ictimai televiziya və radio. Yolun açıq olsun, biz bundan sonra yalnız həqiqətə güzgü tutacağıq, yalnız haqqın səsi olacağıq. Bax, bu cür bir mətin idi. Və tarixi bir andır. Mən onu sevərək xatırlayıram. Mən onu hər zaman xatırlayanda təbəssüm gəlir üzümə. 23 yaşında bir gəncin, 22-23 yaşım var idi, bir gəncin televiziyanın ilk siması olması və bugünə qədər də mən oradayam, davam edirəm fəaliyyətimə. Nə gözəl. Düzdür, dəvətlər oldu bu illər içində. Amma mən burada əgər mənə yaxşıdırsa, mən rahatamsa və mən işimi gözəl bir şəkildə burada görə bilirəmsə, mən niyə başqa bir seçim eləməliyəm? Başa düşürsünüz, insan nə zaman seçim edir? Hardasa artıq dövrünün, zamanının bitdiyini görəndə, biləndə. Sən başa düşürsən ki, burada artıq sən bitirməlisən və sən gedib başqa bir yerdə özünü ifadə edirsən. Mənim fəaliyyətim burada davam edir. Doğrudur, mənim sıxıntılı illərim oldu bu televiziyada. O da müəyyən bir rəhbər dəyişiklikləri filanları olan dövr idi. Amma mən sinə gərdim o çətinliklərə, mən dözdüm. Və mən bugün onun yenidən mükafatını alıram. İnsan hər şeyə tez usanıb, tez bezib qaçmamalıdır. Bilirsiniz, həyat mübarizədir. Bu bir mənalı belədir. Sənin üstünə çətinliklər gəldikcə sən də onun üzərinə getməlisən. Sən qorxmamalısan, çəkinməməlisən. Həyat mübarizə aparanları sevir. Həyat çətinlikləri sevir və başın daşdan daşa dəyir, sən o zaman kamilləşirsən. Və həyat sənə ona görə mükafatını verir. Bilirsiniz, nə asandır. Yoruldum, qorxdum, tez çıxdım, getdim. Vəssalam, bu ən axırda hamının edə biləcəyi çox rahat bir yoldur. Amma mən çevrilib getmədim. Mən o çətinliklərə dözdüm və bugün mən yenidən ictimai televiziya ilə bir bərabərəm, yolumu gedirəm. Hətta sizə hərdən deyim, mən söyləyirəm ki, ictimai televiziyanın mən övladıyam, o da mənim övladlarımdan biridir. Mən bu cür onu yanaşıram, mən ona doğmam kimi yanaşıram, mən onun divarlarına bir daş kimi baxa bilmirəm. Bilirsiniz, mən onu doğmam bilirəm. Bax, övladıma necə sarılıram, necə onları sevirəm, elə də mənim üçün oranın doğmalığı var. Çünki məni ora böyütdü. O mənə həm valideyn oldu və bugün mən həm də ona bir övladım, o da mənim övladımdır. Bilirsiniz, belə maraqlı bir belə bağlılıq var bizim aramızda. Salih bəy, bir sizin özünüzdən danışaq. Özünüzdə sevmədiyiniz xüsusiyyətləriniz hansıdır? Sevmədiyim xüsusiyyətlərim biraz görürsünüz ki, tez qərar verənəm,
Bəzən olur müəyyən bir qərarı tez verə bilirəm. Bir də görürsüz ki, bəzi məsələlər olur, biraz ərincəkliyim var. Nəyisə durub eləməyə ərinən adamam. Bax, bu mənim mənfi bir xüsusiyyətimdir. Gərək bu mənə neçə dəfə deyilsin ki, mən o işi durum görüm. Bunlar artıq şəxsi keyfiyyətlərdir də. Amma o da baxır nədə? İşə gələndə baxırsan ki, heç bir o qədər ərincəkliyim yoxdur. Amma bəzi özümə aid məsələlərdə ərincəkliyim olur. Çox səbirsiz bir insanam. Hər gün özümü buna görə danlayıram ki, çalış biraz başqa cür yanaş. Amma ümumilikdə götürəndə hansısa bir keyfiyyətlərim mənə mane olursa, mən çalışıram onları tərbiyə edeyim. Fərqindəyəm və mən onun da fərqindəyəm ki, buna nail oluram. Amma köklü olaraq insan özünü dəyişə bilməz axı. Xasiyyətdir, xarakterdir, bu səndən doğulur. Bu səndən doğulur. Sən onu balaca cilalayıb düzəldə bilərsən, amma köklü insan özünü dəyişə bilməz. Və mən də hesab edirəm ki, çətin ki, köklü dəyişim. Bəlli bir yaşa gəlib çatmışamsa, bu keyfiyyətlərlə, deməli o keyfiyyətlərlə də davam eləyirəm də. Salih bəy, bəs həyatınızdakı rollarınıza baxanda özünüzü kənarda necə qiymətləndirirsiniz? Ata kimi, evlad kimi, qohum kimi, dost kimi? Məncə hamısından 5 rəqəmi ala bilərəm. Yox, indi belə alınmasın, özümü tərifləyirəm. Düzdür, mənim indi necə olduğumu daha yaxşı olar ailə üzvlərimdə, kimə hansı statusla aidəmsə, onlar onu söyləsələr. Amma valla mən özümü kənardan belə qiymətləndirəndə demirəm idealam, mənim də mənfilərim var, təbii məsələdir. Kamil insan yoxdur, hamının mənfi və müsbətləri var, amma ümumi götürəndə valla heç də pis deyil, yəni göstəricilərim. Mən elə gəlir ki, oğul kimi də yaxşıyam, qardaş kimi də, həyat yoldaşı kimi də, ata kimi də belə yəni üzərimə düşənləri çalışıram icra edeyim. İndi hardasa müəyyən bir yanlışlığım olursa, o da qoy məni üzürlü saysınlar. İnsanam, yəni yanlış ola bilər, təbii bir şeydir. Yeni nəsillə necə yola gedirsiniz evladlarınızla? Yaxşı, yaxşı. Ümumiyyətlə mən sizə deyim, mən onlarla daha çox dost olmağı sevirəm. Düzdür, müəyyən qaydalarım var, müəyyən özümün diktələrim var, amma diktə biraz kobud da çıxmasın. Təbii onları tərbiyə eləmək üçün olmalıdır. Hətta bəzi məqamlarda tənbih belə eləyirəm onları, hansısa qadağalarım var. Mən ümumiyyətlə hesab edirəm ki, uşaq nə istəyirsə o olmamalıdır. Uşaq çətinlik də görməlidir. Lap yeri gələndə müəyyən qədər ehtiyac da bilməlidir nədir. Çünki biz özümüz belə böyümüşük və gəlib müəyyən bir mənsəbə çatmışıqsa, bu hər şeyin dolu-dolu, bol-bol yaşamağımızdan irəli gəlmir. Bilirsiniz, çətinlik görüb qədrin, dəyərin bilmişik. O çətinliyin də, həyatın da. Ona görə mən onlara da bəzən hansısa bir istəklərində məhdudiyyətlər qoyuram. Amma təbii ki, çalışıram onlara hər şeyi anladım, söhbət eləyək, başa salım, dost kimi böyüyək, hansısa bir istəkləri varsa. Bilirsiniz, valideyn olandan sonra başa düşürsən ki, sən təzdən onlarla bir yerdə böyüməyə başlayırsan. Onlarla bir yerdə bağçaya gedirsən, məktəbə gedirsən, təzdən məktəb oxuyursan. Yəni, bütün bu dövrü bir yerdə keçirsən onlarla. Və artıq sən onların yaşında olan Salih kimi deyil, bu yaşdan onlara baxan Salih kimi davam edirsən həyatı. Çox maraqlı, gözəl bir prosesdir. Bilirsiniz, övlad və valideyn münasibəti çox mürəkkəbdir, eyni zamanda gözəldir və eyni zamanda da asan tərəfləri də var. Yəni, sadəcə bunu dərk eləmək lazım, başa düşmək lazım. O səndən nələrsə götürməli və sən onlardan nəsə götürməlisən. Bu cür böyüyürük. Salih bəy, sizlə sürətli suallar mərhələsinə keçəcəyik. Düzdür, mən burada suallara baxıram, artıq bir neçəsinin cavabını siz artıq digər suallarda vermişsiniz, amma mən yenə də mövcud olanları səsləndirim. Efirə çıxanda daxilən tam azadsınız? Tam azadam. Sosial şəbəkədəki indiki məşğulluqdan, yəni qorxursunuz, qorxudur sizi bu fürsət? Qorxutmur məni bu fürsət, çünki mən ağılla işlədirəm sosial media hesablarımı. Soyadınız sizə istedadınızdan daha çox qapı açıb? Yox, mən düşünürəm ki, istedadım mənə daha çox qapı açıb. Soyad təbii ki, o mənim soyadımdır, üstünlükdür, sevirəm soyadımı. Televiziyasız, tam sakit bir həyata hazırsınız? Hazır deyiləm, qətiyyən. Mən artıq öyrəşmişəm gur, işıqlı, kameralı, bu yüksək voltlu işığı olan həyata. Ona görə hələ ki mən bu həyatı sevirəm və davam etmək istəyirsiniz. Nə gözəl. Biz improvizə mərhələsinə keçirik. Mən cümlələri səsləndirəcəm, siz onları tamamlayacaqsınız. Əgər babam Sadiq Salih Bağırov bu gün məni efirdə görsəydi, mənə deyərdi ki... Düşünürəm, sənin də fəxr eləyirəm sözünü deyərdi. Müasir medianın gətirdiyi yenilikləri qəbul etsəm də,
heç vaxt barışmayacağım o məqam Özünü itirməyin, insanın özünü, davranışını, addımlarını və düşüncəsini sosial mediaya görə qurban verməyi. Bunu heç zaman qəbul edəməyəcəm. Çünki bugün biz sosial mediada elə bir şeylər görürük ki, mən sual verirəm bəzən özümə ki, 70 yaşında, 60-80 yaşında bir müdrik həyat çağında olan insanı nə vadar edir özünü belə aparmağa, yaxud gənci nə vadar edir özünü belə aparmağa. O baxımdan deyirəm ki, bu şeyləri mən heç vaxt qəbul eləməyəcəm. Həyatımda hər şeyi itirsəm belə, sonuna qədər qoruyub saxlayacağım yeganə prinsipim Vicdanım. Vicdanım, onu məncə itirmərəm heç vaxt. Çünki o hər şeydir. Əgər sən əlini ürəyinin üzərinə qoyub, vicdanının üzərinə qoyub rahat yata bilirsən və səhər duranda rahat dura bilirsənsə ki, ya sən heç kimin haqqına girməmisən, bu ən böyük məncə həyatın mükafatıdır və təmizəm vicdanım qarşısında bu barədə. Salih bəy, sizə verilişimizin son sualını ünvanlayacağam. Ümumiyyətcə bizim verilişimizin ana məqsədi ondan ibarətdir ki, biz cəmiyyətdə tanınan, sevilən, bəzən tənqid olunan, amma öz sahəsində və sözün demiş insanları dəvət edirik və onların biraz şəxsi, biraz peşəkar həyatına aydınlıq gətiririk. Və qonağımıza mütləq belə bir sualımız olur ki, və xüsusilə sizin kimi bir qonağımıza ki, siz çoxlu müsahibələr verirsiniz, müxtəlif tədbirlərdə, fəaliyyətlərdə bulunursunuz. Belə olduğu təqdirdə elə bir an olubmu ki, sizin səsləndirdiyiniz bir fikir əslində fərqli qəbul olunub və yaxud fərqli anlaşılıbdır və bugün burada bir fürsət var ki, siz o məsələyə daha da aydınlıq gətirəsiniz. Bilirsiniz, mən düşünmürəm ki, hər hansı səsləndirdiyim bir fikir və yaxud da bir cümlə, bir söz yanlış eşidilib, anlaşılıb. Düzdür, ola bilər. Bilirsiniz, hər kəsin anlama bucağı başqa cürdür axı. Mənim doğru düşündüyüm kimin üçünsə yanlış ola bilər. Və yaxud da mənim hansısa yanlış sözüm kimsə onu doğru qəbul edə bilər. Bu elə bir paraleldir ki, yəni mən indi ona dəqiq kiminsə adından cavab verə bilməyəcəm. Amma ümumilikdə mən həmişə nə demişəmsə çalışmışam ki, onu düşünüm, sonra ifadə edeyim. Amma ola bilər, bəlkə də hansısa bir yanlış ifadələrim olub. Deyim ki, sizə güclü və ciddi bir peşmançılığını yaşamışam, yox. Amma olub ki, düşünmüşəm ki, kaş ki bu sözü bu vədə, bu vaxtda deməyəydim. Hansısa bir emosiya qapılıb bunu heç ifadə etməyəydim. Olub belə bir şeylər. Amma yenə deyirəm, ümumilikdə başınıza belə gəlməyib ki, yox, çox ciddi. Başıma böyük bir dərd, fəlakət gətirəcək və yaxud da mənim özümü yox, olmayıb. Hansısa bir sözü demişəmsə, o sözümə cavabdeh olmuşam demişəm. Yenə deyirəm, yanlış ifadələrim də ola bilər, doğrularım da ola bilər. Nəticə etibarı ilə hamımız insanıq və hamı kimi yanlış və doğru addımlarımız olur. Hansı sual istəyərdiniz ki, bugün eşidəsiniz, biz sizi ünvanlayaq? Sizə tam səmimi söyləyəcəm. Bayaq mən söylədim ha ki, əlimi vicdanımın üzərinə qoyub hər gün mən söhbət edirəm özümlə, Allahımla. Tam belə əlimi vicdanımın üzərinə qoyub deyirəm ki, çox məmnun qaldım bugün bizim söhbətimizdən. Və elə bir sual yoxdur ki, mən deyim ki, kaş ki Nigar xanım bu sualı mənə verəydi. Çünki o qədər gözəl hazırlaşmışdınız ki söhbətimizə və sanki siz məni illərdir tanıyırsınız kimi yanaşdınız bu müsahibəyə. Mən sizə bir söz deyim. Məsələn, olur müsahibələrə gedirəm və sonra həmin o müsahibədən çıxıram, sanki bir tərk dünya halında oluram. Ona görə ki, o emosiyanı almıram, o enerjini almıram. Mən özüm çox enerji dolu bir insanam. Mən bunu verirəmsə, mən istəyirəm onu alım. Suallardan, danışıqdan, yanaşmadan çox şey asılıdır. Və mən bugün sizin tamaşaçılarınızın qarşısında tam rahat deyirəm, təşəkkür sizə dəvət üçün. Çox təşəkkür bu cür yanaşdığınız, belə hazırlaşdığınız, bu cür məni tamaşaçılara təqdim etdiyiniz üçün və çox minnətdaram ki, bu görüş baş tutdu. Dəvətiniz üçün çox sağ olun, yanaşmanız üçün çox sağ olun və bu mühit üçün çox sağ olun. Çox minnətdaram sizə. Çox sağ olun, bizim üçün də çox xoş oldu. Hörmətli izləyicilər, bugün daha Aydının qonağı, sevimli aparıcımız Salih Bağırov idi. Növbəti verilişlərdə maraqlı qonaqlarla yeni evinizin qonağı olacağıq. Salamat qalın.